الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allah Teala Kur'an-ı Kerim Zariyat suresi 55. ayette buyurur ki: "Ve-zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verən. Bugünkü gün həqiqətən elə bir zamanda, elə bir dövrdə yaşayırıq ki, fitnə zamanıdır. Və fitnə zamanı da insanın imanının sabit qalması və iman üzərində davamlı olması insanın əlində köz tutması kimidir. Və iman neməti də elə bir nemətdir ki, Allah Teala iman neməti səbəbi ilə insana həm dünya və həm də axirət xoşbəxtliyinə çatmasına Allah Teala iman neməti ilə insanı həm dünya və həmçində axirət xoşbəxtliyinə çatdırır. İman neməti elə bir nemətdir ki, insan iman neməti ilə dünyada ikən qəlb rahatlığı əldə edir. İman neməti səbəbi ilə insan dünyada nemət içərisində yaşayır. Nə üçün bunu deyirik? İnsan dünyada nemət içərisində yaşayır. Yəni o qədər dünyada nemət içərisində yaşayanlar var ki, onlar o neməti görə bilmirlər. Amma iman neməti elə bir nemətdir ki, iman neməti səbəbi ilə insan həqiqi nemət içərisində olduğunu görə bacarır. O qədər insanın düşdüyü çətinliklər var, o qədər sıxıntılar var, o qədər xəstəliklər var. Yəni insan iman neməti olduğu zaman bunu gözəl bir şəkildə qarşılayır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müminin halı deyil, təəccüblüdür. Ona da bir müsibət baş verər, səbr edər xeyr içərisində. Ona bir nemət baş verər və də şükr edər yenə xeyr içərisində. Ona görə bunlar insan bu neməti, bu şeylər nə vaxt görür? Qəlbinin gözü açıq olduğu zaman, bəsirət gözü açıq olduğu zaman. Yəni bəsirət gözlə nə vaxt? İnsan hidayət, iman neməti üzərində olduğu zaman bunu görə bacarır. Yəni bu nemət həqiqətən çox əzəmətli bir nemət. Bu nemət elə bir nemətdir ki, Allah Teala bunu hər kəsə verdiyi bir nemət deyil. Sevdiyi, seçdiyi insanlara verdiyi bir nemətdir, iman neməti. Baxırsan ki, mal, mülk, yəni hamıya verilir də. Hətta kafirə, yahudiyə baxırsınız, çoxu mal əhli, baxırsınız ki, qeyri-müsəlmanlardır. Amma imana gəldikdə isə Allah Teala bunu sevdiyi, seçdiyinə verir. Yəni çox dəyərli bir nemət, iman neməti. Və fikir versəz, günümüzdə insan sahib olduğu dəyərli şeyi daim qorumaq üçün çalışır. Baxırsınız ki, adi minikdir, dəyərli minikdir, qiyməti var, onu qorumaq üçün. Kraskasıdır, motorunun yağının vaxtının dəyişilməsidir və xarab olduğu yeri vaxtında, yəni xidmətlərini görün. Çünki o əlində olan neməti nə edir? Qorumağa çalışır. Baxırsınız ki, evdir, qiymətli evi var, əgər damında hər hansı bir yağış yağan yeri varsa nə edir? İstəyir ki, onu təmir etsin. Nə üçün? Çünki o neməti qorumaq üçün. Və həmçinin ayaqqabıdır, yırtılıb, tam sıradan çıxmaması üçün nə edir? Onu təmir etdirir. Və bunun kimi digər nə qədər şeylər var ki, insan bu neməti qoruyub saxlamaq üçün səy göstərir. Hətta tacirlər, günümüzün tacirləri fikir versəz, yəni görərik ki, onlar tez-tez mağazalarında olan dizaynı dəyişirlər və tez-tez mallarını təzələyirlər və həmçinin içərisində olan malların quruluşunun yerlərini dəyişirlər. Çünki daha çox cəlb etmək üçün. Və fikir versəz, sezondan sezona nə edirlər? Mal vururlar. Hər sezonu öz vaxtında malını gətirirlər və çeşidləri çoxaldırlar və bəzən satıcıları dəyişirlər, satıcıları çoxaldırlar. Nə üçün? Yəni əldə olan o neməti qoruyub saxlamaq üçün. Yəni bunlar icazəli bir şeydir. İcazəsiz deyil, icazəli bir şey. Sadəcə misal olaraq nədir? Yəni insan əlində olan neməti qorumaq üçün, hələ dünya nemətindən gedir söhbət, nə qədər səy göstərir. Və necə ola bilər ki, insan əlində olan ən dəyərli neməti, iman nemətini qorumaq üçün çalışmasın? Çünki iman neməti ən dəyərli nemətdir. Bir insana verilən ən dəyərli nemət iman neməti. Çünki iman neməti səbəbi ilə insan bu dünyada xoşbəxt olur. Və həmçinin bərzaq həyatında xeyr içərisində olur. Çünki hədislərdə gəldiyi kimi insan dəfn olunduğu zaman üstü bağlanır
Ona mələk gəlir, qəbrində oturdurarlar. Ondan üç sualı soruşarlar. Rəbbin kimdir, dinin nədir və sizə göndərilən o peyğəmbər, o kişi kimdir? Bunun barəsində soruşarlar. Əgər suallara düzgün cavab verərsə, onun üçün onun qəbri gözün gördüyü məsafədə genişləndirilər. Və həmçinin cənnətdən bir qapı açılır. Və həmçinin cənnətin döşəndiyi kimi qəbri döşənər və deyək ki, ya Rab, əqimis sa'a, ey Rəbbim, qiyamət saatını qopdur. Fikir ver, bunlar hamısı nəyə görə? İman nimətinə görə. Nə qədər böyük bir nimət olduğunu, yəni burada başa düşürük, amma o qədər də başa düşmür. Əsl bu niməti Allahın izni ilə axirətdə başa düşəcək. O vaxt ki, ölüm gəldi, insan o vaxtında iman nimətinin qədrini o zaman biləcəkdir. Allah Teala Quranda buyurur ki, İnnellezîne qâlu rabbunallah, o şəxslər ki, Rəbbimiz Allahdır deyərlər. Thumma istaqamu, sonra dedikləri sözün üzərində sabit, salamat qalarlar. Tətənəzzəlu aleyhimul mələikə, onlara ölüm anında mələklər nazil olar. Əllə təxafu və lə təhzənu və əbşiru bil cənnətəlləti kuntum tuadun. Qorxmayın, kədərlənməyin və səbəd olmuş cənnətlə sevinin. Allah Teala o anda mələkləri göndərir. Bunlar hamısı nədir? İman nemətinə görədir. İman nemətinə görədir. Və həmçinin insanın qiyamət günü sorğu-sualı qurtardıqdan sonra deyilər ki, xud kitabəkə bi yəminik, kitabını sağ əlinlə götür. Və sonra kitabını götürdükdən sonra deyəcək, Həu muqra'u kitabiyə, kitabımı oxuyun, inni zanantu ənni mulaqin hisabiyə. Mən həqiqətən də inanırdım ki, etdiyim əməllərin qarşılığını mütləq Rəbbimin qarşısında verəcəyim. Fikir verin. Yəni, bunlar hamısı, bu nemətlərin hamısı iman nemətinə görədir. Ona görə insan çalışmalıdır ki, əldə olan bu iman nemətini qorusun. Bu iman neməti üzərində sabit qalsın. Yəni biz gözləməyək ki, iman neməti verildi bizə, axıra qədər, ölənə qədər də bu nemət bizdə qalır. Xeyr, elə bir şey yoxdur. Yəni ona görə alimlər gətirir ki, deyir ki, hidayətə gələn üçün deyir, təəccüblənmə. Hidayət üzərində sabit qalan üçün təəccüblən. Nə qədər qardaşlarımız olub, onlar bizimlə eyni səhvdə durublar. Onlar bizimlə birlikdə iftar süfrəsində oturublar. Artıq onları biz bizimlə birlikdə görmürük. Bizimlə eyni səhvdə görmürük. Artıq onları iftar süfrələrində yox, Allah qorusun, qumar məclislərində və içki süfrələrinin arxasında biz görürük. Yəni bu nədir? Bu, Allah qorusun, onlara olan o nemətin aradan qalxmasıdır. Yəni bunun üçün insan çalışmalıdır ki, əlində olan bu nemət əlindən qalxmasın. Necə ki, yəni bir insan mağaza açır, heç onun üzərində çalışmasa, heç mal vurmasa, onun klienti əvvəlki klient elə olarmı? Olmaz. Və həmçinin insan maşın aldığı zaman, maşına heç xidmət eləməsə, qulluq eləməsə, maşını necə almışdı o şəkildə qalarmı? Müəyyən vaxtdan sonra, müəyyən ildən sonra hər bir şey yavaş-yavaş sıradan çıxacaqdır. Eləcə insan öz imanı üzərində çalışmasa, onun o əlində olan o ibadətlər yavaş-yavaş çıxacaqdır. Bir gün namazın sünnətləri çıxacaqdır və sonra cemaat namazı çıxacaqdır. Allah qorusun, sədəqə çıxacaqdır, zəkət çıxacaq və axırda görəcək ki, namaz çıxıb, namaz da dinin dirəyi. Namaz yoxdursa, artıq din yoxdur. Peyğəmbər s.ə.v buyurur ki, Əl-əhdü-ləzi beynənə və beynəhum əs-salə fəmən kəfərəhə fəmən tərəkəhə fəqad kəfər. Kim onu tərk edərsə artıq küfr etmiş sayılar. Yəni Allah qorusun, namaz getdisə, insan demək olar ki, imanı getdi. Ona görə namaz barəsində alimlər ixtilafladılar ki, namazı tərk edən müsəlmandır, yoxsa müsəlman deyil. Yəni gör, namaz elə bir ibadətdir ki, ümmətin alimləri gecələr yatmayıb bizim barəmizdə. Namazı tərk edənlər, Allah qorusun, biz deməyək, namazı tərk edənlər barəsində düşünürlər ki, namazı tərk edən müsəlmandır, yoxsa yox. Yəni nə deməkdir? Yəni onlar vəfat etdikləri zaman onlar kəfənlənir, onlar qüsul alınır onlara, yəni yuduzdurulur yoxsa yox. Onlar kəfənlənir yoxsa yox. Onlara cənazə namazı qılınır yoxsa yox. Onlar bizim cənazələrimizi bastırdığımız qəbirstanlıqda onlar dəfn olunur yoxsa olunmur. Yəni, bunun barəsində ümmətin alimləri ixtilaf ediblər. Ona görə iman nemətinin qorunması üçün çalışmaq mütləqdir, qardaşlar. Və bir neçə səbəblər var ki, insan bu səbəblərdən tutaraq iman neməti üzərində sabit qala bilər. Onlardan ən birincisi də duadır, dua. Peyğəmbər Allah Teala Quran-Kərimdə buyurur ki: "Və izə səələkə ibadi anni fe inni qarib." Əgər qullarım məni səndən soruşsalar, de ki, onlara yaxınam. Ucibu da'vətəd da'i izə da'an. Və dua etdikləri zaman onların duasını qəbul edərəm. Və həmçində imana gəldikdə, xüsusən də Peyğəmbər sallallahu aleyhi və səlləm iman barəsində olan duaya gəldikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm bu barədə buyurmuşdur ki, insanın boşluğunda olan iman
köynəyin, paltarın köhnəldiyi kimi köhnəlir. Dua edərək Allahdan imanınızın təzələnməsini istəyin. Fikir verin. Dua edərək Allahdan imanınızın təzələnməsini istəyin. Şeyx Abdurrazzaq Hafizahullah, Allah onu qorusun, deyir ki, ya bugün elə bir zamandır ki, elə bir fitnə zamanıdır ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtındakı sahabələr bu cür fitnələrlə qarşılaşmamışdılar. Yəni insanın imanını, həyasını, ibadətlərini, əsas imanı əldə qoruması çox çətindir. Bu duaya nəinki hər gün, hər saat bu duanı etməyə insana ehtiyacı var. Səcdəyə getdin, deyir ki, Allahım cəddid iman fi qalbi. Allahım qəlbimdə imanı təzələ. Bilmirsən Azərbaycanca de. Allahım qəlbimdə olan imanı təzələ. Və namazda da duanın ən qabul olma yerlərindən biri də səcdədir. Və həmçinin duanın qabul olma yerlərindən biri də təşəhhüdün sonu, salamlardan sonra, təşəhhüdün sonu salavatlardan sonra, salamdan öncə. Orada da xüsusi olaraq dua gəlmiş Peyğəmbər s.ə.v. Allahümmə, ey Rəbbim, ə'inni kömək elə alə zikrikə və şükrikə və hüsnə ibadətik. Sənə zikr etməyə, verdiyin neymətlərə şükr etməyə və sənə gözəl bir şəkildə ibadət etməyə mənə yardım et. Ki verin, Peyğəmbər s.ə.v. bu duanı burada göstərməsinin hikmətlərindən biri də gətirmək olar ki, bu məqam duanın qabul olduğu bir məqamdır. Nə qədər dua bilirsənsə, orada duanı çoxalt. Hətta bir günlərin bir günü arxada namaz qılanlardan biri imama deyir ki, imam sən nə qədər uzatdın deyir təşəhhüdü. Mən deyir təşəhhüdü 2 dəfə oxudum. Təşəhhüdü 2 dəfə oxudum. Yəni bilmir, insan bilmir. Orada imam uzatırsa demək bizim xeyrimizədir. Dua etmək üçün bizim fürsət yaradır. Bizlərdən elə birisi varmı ki, duaya ehtiyacı olmasın? Elə birisi varmı ki, Rəbbinə ehtiyacı olmaz? Bizlərdə elə birisi varmı ki, sıxıntısı olmasın? Xəstəlik baxımından, mal baxımından, borc baxımından, problemlər baxımından, ailə sıxıntısı, evlad, uşaq, elə birimiz varmı? Yoxdur. İmam əgər uzatırsa, vallahi ki, bizim xeyrimizədir. Təşəhhüdü 2 dəfə oxumaq yox, təşəhhüddən sonra duaları etmək lazımdır. Hətta tək qıldığımız zamanda təşəhhüdü uzatıb orada bildiyimiz, bacardığımız dualardan etməyimiz mühümdür. Deməli, səbəblərdən birisi odur ki, insanın dində sabit qalması üçün dua etməsi. Və həmçinin dində sabit qalmaq üçün olan səbəblərdən biri insanın özü üçün yaxşı dost, yoldaş seçməsidir. Bu da çox mühümdür. Peyğəmbər s.ə.v. hədislərində bildirilir ki, bir məna olaraq yaxşı dostla pis dostun misalı ətir satanla körük vuranın, yəni o dəmirçidə o hava püskürənin misalına bənzəyir. Yəni ətir satan yanına getdiyin zaman sənə ətir hədiyyə edər və yaxud da ki, sənə ətir sürtər, ən azından sənə ondan ətirin iyi vurar, xoş bir iyi vurar. Amma körükçünün yanına getdiyin zaman sənə ya körük vurdurar, oradan qığılcım atar, sənin üstünü yandırar, ən azından sənə oradan üstünə, yəni o həmənki kömürün, tüstünün iyi çökər. Fikir verin, yəni insan öz dostuna fikir verməlidir. Allah Teala Quranda buyurur ki, bir məna olaraq onlar hər dəfə oda atıldıqları zaman öz dostlarına lənət oxuyarlar. Yəni insanın azmasına səbəb olan əməllərdən, səbəblərdən biri də insanın özü üçün pis dost seçməsidir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində buyurur ki, "El-mer'u fi dini halilihi." Kişi deyir, dostunun dilindədir. Kiminlə dostluq edirsənsə ona bax. Yəni dost məsələsi, yoldaş məsələsi mühümdür və dost, yoldaş məsələsinin mühümliyi valideynlərin üzərinə daha çox düşür ki, öz evladları üçün yaxşı dostlar seçsinlər. Çünki uşaq bilmir. Kimin yaxşı olduğunu, kimin pis olduğunu bilmir. Uşaq dostluq edir, yaxınlaşır və müəyyən vaxtdan sonra görürsən ki, uşaqda fəsadlar var. Baxırsan ki, uşaq ibadətlərdən uzaqdır. Baxırsan ki, uşaq artıq ağzında pis sözlər, söyüşlər gəzir. Və baxırsan ki, uşaq oğurluğa başlayıb. Ona görə uşaq kimin yaxşı, kimin pis olduğunu, hansı ailənin yaxşı, hansı ailənin pis olduğunu uşaq seçə bilmir, dərk edə bilmir. Ona görə valideyn üzərinə düşən məsuliyyətlərdən biri də öz evladı üçün yaxşı dost seçməsidir, yaxşı yoldaş seçməsidir. Hətta uzaqda olsa belə, başqa kənddə olsa belə, evləri uzaq olsa belə, yəni qardaşdır və yaxud da ki, bildiyin ədəb əhli, ibadət əhli bir ailədir, insan gərək qardaş o ailə ilə danışsın. Ana o xanımla danışsın ki, qızını onlara göndərsin yoldaşlıq üçün. Həmçinin öz evladlarını onlara göndərsin yoldaşlıq üçün. Ki, oğlu üçün, öz qızı üçün yaxşı bir dost seçsin, gələcəyi üçün. Ta uşaqlıqdan onu yaxşı dost seçmək üçün həvəsləndirsin.
Ona görə dost məsələsi mühüm məsələlərdən. Və həmçinin insanın ibadətdə sabit qalması üçün olan səbəblərdən biri də ibadət üzərində davamlı olması və ibadətində ixlaslı olması və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvəffiq olmasıdır. Çünki ixlas yoxdursa ibadət yoxdur. İbadətin bəhrəsi onda olan ixlasa görədir. Onda olan ixlasa görədir. İxlasın mühüm olmasına səbəblərindən, dəlillərindən biri də odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında insanlar Məkkədən Mədinəyə hicrət edirlər. Ancaq biri isə Allah üçün yox, ancaq sevdiyi qadına görə hicrət edirdik. Peyğəmbər s.ə.v bu barəsində xəbər verirlər. Peyğəmbər s.ə.v buyurur ki, İnnəməl ə'məlu bin niyyət. Əməllər niyyətlərə görədir. Hər kəsə niyyət etdiyi çatar. Kimin hicrəti Allah və Rasulü üçündürsə, onun hicrəti Allah və Rasulü üçün. Ancaq kimin hicrəti dünya üçün və yaxud da evlənəcəyi qadın üçündür, fəhicrətuhu ilə mə həcrə iləyh. Onun hicrəti ilə nə üçün hicrət edirsə onun üçün. Fikir axırda Peyğəmbər sallallahu buyurmadı ki, evləndiyi, istədiyi qadın və yaxud da dünya malı üçün. Yəni artıq nə üçün hicrət edirsə etsin, ona o hicrətdən heç bir pay yoxdur. Ona görə ixlas mühümdür. Və həmçində ixlasla yanaşı, ixlas nədir? İxlas etdiyin əməli Rəbbinin razılığını qazanmaq üçün insanın etməsidir. Etdiyin əməli yalnız Rəbbin razı qalması üçün ibadət yerinə yetirməsidir. İnsan bəzən ibadət edir və Allahın onu bilməsi ilə kifayətlənmir. Məsələn, gecə namazına durub insan və gecə durur, Rəbbi ilə tək qalır və Rəbbinin onu gördüyünü bilir. Rəbbinə dua edir və Rəbbinin qarşısında tək olduğunu bilir. Gecə göz yaşı tökür və səhər olur və şeytan ona vəsvəsələr verir ki, bu ibadəti bilirəm, Allah bilir. Elə başqaları da bilsin də. Elə bil ki, həmən ki ibadəti Rəbbinin bilməsi ilə kifayətləndirmir. Və istəyir ki, digər məxluqlar da həmən ki ibadəti bilir. Və deyir ki, mən də gecə namazına durdum. Gecə namazında deyil, ləzzət var. Fikir ver. Necə başa salır? Demir, mən gecə namazına durdum, bildim. Deyir ki, bax, fikir və gecə namazı çox yaxşı şeydir, mən də dururam. Adama ləzzət edir gecə namazı. Fikir və müxtəlif yollarla insana istəyir ki, həmən ki ibadəti açdırsın, dedirtdirsin. Və dedi, qutardı. İbadəti dedinsə, artıq qutardı. Subhanallah, yəni balığı qarmaqla tutmuşsunuz, sonra qarmağı çıxarıb balığı suda saxlayan bir işdir. Yəni əldən necə çıxar? Eləcə də ibadət, yəni sadəcə bir misaldır, eləcə də ibadət insanın əlindən, o balıq suda necə çıxırsa, insanın əlindən o şəkildə çıxıb gedir. Ona görə çox mühümdür ki, insan ixlası qoruyub saxlasın. Etdin ibadəti, Rəbbin bildi, bu kifayətdir. Bəzən insanlar həccə gedir, ümrəyə gedir və orada şəkillərini çəkirlər, selfie çəkirlər və deyir ki, sadəcə xatırlamaq üçün, o baxırsa hər yerdə paylaşırlar. Yəni məqsəd nədir? Məqsəd Rəbbinin razılığını qazanmaqdır. Amma çəkdiyin bu şəkillərlə istəyirsən ki, başqa insanlar sənə tərif desinlər. Allahın tərifi ilə razı düşmürsən, məxluqatın da tərifini gözləyirsən. Fikir ver, məxluqatın da tərifini gözləyirsənsə artıq ixlas deyə bir şey qalmır. Allah qorusun. Xərclədiyin pul, çəkdiyin əziyyət, stres, samolyotda yaşadığın stres və bütün bu şeylər Allah qorusun getdi. Ona görə ixlas mühümdür. Ona görə sələflər əməldən çox ixlasa fikir verərdilər. Əməldən çox ixlasa fikir. Çünki ixlas az əməli dağlar qədər edir. Amma riya isə dağlar boyda əməli yox edir. Subhanallah. Buna görə ixlas mühümdür. Və həmçində ixlasla yanaşı Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən amilə əmələn, leysə aleyhi əmruna fəhuvə rad. Kim bir şəxs bir əməl edər və onun etdiyi əməl bizim sünnəmizə, bizim əməlimizə uyğun gəlməzsə rədd olmaq. Nə deməkdir sünnə? Sünnə etdiyin bir şeydə Peyğəmbər sallallahu aleyhi və səlləmə muvaffaq olmağındır. Bu bir neçə tərəfdən ola bilər. Ola bilsin say tərəfdən, ola bilsin məkan tərəfdən, ola bilsin zaman tərəfdən. Misal olaraq insan say tərəfdən Peyğəmbər sallallahu əleyhi və səlləm necə müvəffəq ola bilər? Məsələn, zöhr namazı, günorta namazı neçə rəkatdır? 4 rəkatdır. Quran-Kərimdə zöhr namazının 4 rəkat olması gəlmir. Harda gəlir? Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində gəlir. Və sən zöhr namazını qılırsan, 5 rəkat qılırsan və deyirsən ki, imanım çoxdur və mən əlavə 2 və səcdə, ruku, 2 dəfə səcdə, ruku, mən ləzzət alıram. Edirsən bu şəkildə. Peyğəmbər sallallahu aleyhi və səlləmə sayı baxımından, Peyğəmbər sallallahu 4 rəkat qıldı, sən 5 rəkat qılırsan. Sayı baxımından Peyğəmbər sallallahu aleyhi və səlləmə müvəffəq olmadığına görə əməlin rədd olunur. Fikir ver.
Çünki əməlin qəbul olması üçün mütləqdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm olan tabeçilik olsun. Əməl rədd olunur. Və həmçinin ola bilsin ki, məkan baxımından Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabeçilik. Necə ola bilər? Məsələn, etikaf. Etikaf harda gəlir? Məsciddə gəlir. Düzdür? İxtilaf var. Yəni alimlər deyir ki, etikaf 3 məsciddədir. Məscid-i Haramda, Məscid-i Nəbəvidə, bir də Məscid-i Aqsada. Amma ümumi olaraq bütün məscidlərdə deyən alimlər də var. Yəni, məsələ nədir? Məsələ, ümumi olaraq etikaf harda gəlir? Məsciddə. Amma sən nə edirsən? Sən evdə bir otağı etikaf üçün ayırırsan və deyirsən ki, mən burada etikafa girəcəm. Etikafın səhihdir? Səhih deyil. Çünki niyə? Çünki məkan olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmadı. Fikri, məkan olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmadığına görə əməl nə olur? Əməl rədd olunur. Və həmçinin deməli say baxımından, məkan baxımından və həmçində zaman baxımından insan yenə Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmalı. Misal üçün həcc hansı vaxt başlayır? Zilhiccə ayında başlayır, düzdür? Zilhiccə ayının 8-i nədir? Həccin birinci günüdür. İnsanların Minaya getdikləri, Palatkaya yerləşdikləri və Zilhiccənin də 9-u Arafa günüdür və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, həcc Arafadır bir məna olaraq. Yəni Arafa yoxdursa, həcc yoxdur. Fikir versən, deyirsən ki, yox, mən Ramazanın 9-u mən həcc eləyəcəm. Gedirsən Arafaya və oturursan, Palatka qurursan, zaman baxımından Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə uyğundur, muvaffaq oldunmu? Muvaffaq olmadın. Muvaffaq olmadığına görə əməl rədd olunur. Fikir verin. Bunun kimi bir neçə məsələlər var ki, insan Peyğəmbər sallallahu əleyhi və səlləmə tabe olmalı. Zaman, məkan, say və bunun kimi və həmçində cins. Məsələn, misal olaraq nədir? Heyvan, qurbanlığa düşən heyvanlar hansılardır? Camışdır, yəni böyükbaş heyvanlardan camışdır, inəkdir, danadır, dəvədir və həmçinin qoçdur, keçidir, düzdür, bu heyvanlar qurbana düşür, düzdür. Yaxşı, atın yeyilməsi icazəlidir. Halal, şəri baxımdan at əti halaldır, düzdür. Yaxşı, at ətini qurban kəsmək olar. Atı qurban kəsmək icazəlidir. Şəriətdə atı qurban kəsmək gəlməyib. Deməli, sən əgər istəsən ki, atı qurban kəsəsən, qabul deyil səndən. Ət olaraq ola bilər, amma qurban olaraq səndən qabul deyil. Çünki niyə? Cins baxımından Peyğəmbər sallallahu aleyhi və səlləmə tabe olmadığına görə. Yəni bu məsələlərdə insanın ibadət üzərində sabit qalması üçün, iman üzərində sabit qalması üçün səbəb olan səbəblərdən üçüncüsü də insanın ixlaslı olması, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmaq. Deməli, əsas 3 dənə götürdük. Birincisi o idi ki, insanın dua etməsi, ibadət üzərində, iman üzərində sabit qalması üçün. İnsanın, deməli, birincisi o idi ki, dua etməsi, ikincisi salih, dost, yoldaş seçməsi və üçüncüsü insanın ixlaslı olması, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun bir şəkildə əməl etməsidir. Və bir neçə səbəblər var. Çox səbəblər var ki, insan bu səbəblərdən tutaraq iman üzərində, hidayət üzərində sabit qala bilər. Allahdan istəyirik ki, Allah-u Teala bizi dini üzərində sabit etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizi irəlilədikdən sonra qeyriləməkdən, hidayətə gəldikdən sonra azmaqdan və bir əməli etdikdən sonra o əməli tərk etməkdən qorusun. Allahdan istəyirik ki, Allah-u Teala bizi dini üzərində və həmçinin ailəmizi, evladlarımızı, qardaş və bacılarımızı dini üzərində sabit etsin. Allah-u Teala bizi burada öz evlərində və həmçinin də xeyir məclislərində cəm etdiyi kimi öz cənnətində də cəm etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizə öz məscidinə girməyi asanlaşdırdığı kimi Firdovs cənnətində girməyi asanlaşdırsın. Bizi öz məscidlərində cəm etdiyi kimi Firdovs cənnətində də cəm etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizi öz dini üzərində sabit etsin. Ya muqallibəl qulub, ey qəlbləri çevirən, səbbit qulubənə alə dinik. Allahdan istəyirik ki, Allah-u Teala bizi öz dini üzərində sabit etsin və xeyir əməllər etməyə müvəffəq etsin. Əmin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu əllə illə ənt, nəstəğfiruka və nətubu iləyik.